Salam əziz abituriyentlər, hər kəsə. Deməli, bu gün sizlərə mən məhlullar bölməsinə aid qrafikli suallardan izah verəcəm bir neçə ədəd. Gəlin vaxt itirmədən başlayaq. Deyək, qrafikdə X maddəsinin həll olma qabiliyyətinin temperaturdan asılılığı verilmişdir. Bu maddənin 80 qramını 40 selsi temperaturda 80 milli suda həll edirlər. Deməli, 40 selsidə temperaturumuzda maddəmiz həll olan yazıram. Həll olan, deməli 80 qramdır. M suyu verir 80 milli. Suyun sıxılığı, belə deyək də, kütləsi həcminə bərabərdir. Sıxılığı 1 olması üçün. O zaman 80 qramda su var. Mənim deməli məhlulumun kütləsi isə məhlul olacaqdır 160 qram. Bu məhlul 40 selsidə mənim əlimdə mövcud olan məhluldur. Deyir, alınmış məhlulu həmin temperaturda doymuş olması üçün minimum neçə qram X maddəsi həll etmək lazımdır. Yəni, əlimdə olan həmin, baxın, bu məhlul hələ doymamış məhluldur. Mən bunu qrafikdən müəyyən edəcəm. Həll olma əmsalının 100 qram suya görə, 100 milli suya görə temperaturdan asılılığı verilib. Biz buradan temperaturdan baxırıq ki, nə veriblər? 30 selsi var, 40 selsi var. Mən şərtə görə 40 selsi ilə işləməliyəm. 40 selsidə mənim burada KH-ım deyək də həll olma əmsalım. Həll olma əmsalını duz kimi qəbul etməliyik. Bu zaman deməli mən yazıram ki 120 qram duz 100 milli suda 100 milli suda və yaxud da 100 milli olmasın, qram olsun. Suda həll olsa doymuş məhlul yaradır. Bəs mənim əlimdə nə qədər su var? 80 qram. 80 qram su isə nə qədər duz həll edər özündə? Buradan hesablasaq, deməli, buradan bu sıfırlar gedər, bundan bu gedər. 12 vurulsun 8, o da bərabər 96 qram duz həll edilməlidir. Deməli, 80 qram suda doymuş məhlul olması üçün 96 qram duz olmalıdır. Mənim isə əlimdə artıq 80-i var. Daha nə qədəri lazımdır dediyi üçün bütöv duzdan əlimdə olanı çıxdıqda 16 qram. Burada cavab olacaq C variantı. Növbəti keçirik ikinci sualımıza. Burada deyir ki, qrafikdə A maddəsinin həll olma qabiliyyətinin temperaturdan asılılığı verilmişdir. Bu maddənin 25 selsi temperaturda, gəlin yazaq, yenə 25 selsi temperaturda olan 300 qram məhlulu var. Hər nədirsə həll olanı da bilmirəm kütləsini, suyu da bilmirəm. Amma mənə yazıb ki, məhlulun kütləsi 300 qramdır. Və sonda burada ipucu bir söz deyir. Deyir, alınmış məhlulda A maddəsinin kütləsi suyun kütləsinin yarısına bərabərdir. Deməli, o zaman duzun kütləsini X qəbul etsəm, suyun kütləsi duzun kütləsinin 2 dəfə çox olmalıdır. Yəni, özü deyir. Deyir, duzun kütləsi suyun kütləsinin yarısıdır. Bu zaman məhlul 3x bərabərdir 300-dür. Buradan x-a tapıram 100. Deməli, 200 qram suda həll edilibdir 100 qram duz. Mən burada nə etməliyəm? Deyir, həmin temperaturda bu məhlulu doymuş olması üçün minimum neçə qram A maddəsi əlavə edilməlidir? Biz 25 selsi üçün baxıram. Mənə 25 selsi üçün nə qədər duz var? 150 qram duz var. 100 qram su üçün. Mənə hələ doymamış məhlul olduğu üçün duzun kütləsi ilə deyil, suyun kütləsi ilə gedirəm. 200 qramlıq suda isə, bunlar suyun kütləsidir, nə qədər duz lazımdır? X-a buradan tapıram 300 qram su, daha doğrusu duz lazımdır mənə. Mən bu duzun 100-ünü əvvəlcədən həll etmişəm. O zaman daha nə qədəri lazımdır? Doymuş 300 olması üçün 200 qram. Cavab A variantı. Videodan başa düşmədikdə bunlardan bir neçə nümunə göstərəcəm. Sualın birini əvvəlcə özünüz videonu dayandırıb yazın. Daha sonra yaza bilməsəz izaha baxın. Keçək 48-ə. 48 nömrəli sual bunun bir level çətinidir. İndi burada məhlulu soyutmaq, məhlulu qızdırmaq kimi duz çökər, duz əlavə etmə sözləri varsa, o zaman hər temperatur üçün məhlulun kütləsini tapmaq lazımdır. Hesablayaq. 20 selsi üçün məhlulun kütləsi nə qədərdir? Burada olan KH-ı buradakı su ilə toplayıram. Məhlulumun kütləsi olacaq 260
qram. Bu məhluldur. Sonra keçirəm 50 selsi üçün məhlulun kütləsini tapmağa. 50 selsidə həll olanım 200-dür, həll edicim 100-dür. Olacaq məhlulum 300 qram. Sonra şərt oxuram. Deyir, lityum bromidin məhlulunun həll olma qabiliyyətinin temperaturdan asılılığı verilib. Aha, bu maddənin deyir 50 selsi temperaturda tərkibində 200 ml su olan doymuş məhlulu 20 selsiyə qədər soyudulur. Deməli, mən 50 selsiyə qədər hesablamalarımı aparacağım. Yəni 50 selsi temperatur üçün. Əlimdə olan M su nə qədərdir? 200 ml. Yəni 200 qram ola bilər. Mən gəlin birincisi ilk növbədə 50 selsidəki qrafika əsasən nə qədər duza, nə qədər su düşür, onu tapa bilərəm. Qrafikdən baxıram ki, 100 ml suya 50 selsidə 200 qram duz düşür. Deməli, 100 qram suya 200 qram duz düşür. Mənim amma şərtdə verilən 50 selsidəki suyumun kütləsi 200-dür. Buna düşən duzun miqdarı nə qədər olar? 400 qram. Tapdım bunu bu şəkildə. Bəs yekunda məhlulumun kütləsi nə qədər olar? 50 selsidəki məhlul. Olacaq 200 qram su, 400 qram duz. Məhlulumun kütləsi 600 qram. Məndən isə qeyd istədiyi məhlulu soyudurlar. Deməli, 20 selsiyə qədər. O zaman aralarında nə qədər kütlə fərqi olar? Bundan bunun 40 qram kütlə fərqi var. Sonra baxıram ki, 50 selsidəki 600 qramlıq məhlulumu soyutsam x qram duz çökər. Amma qrafika əsasən 50 selsidəki məhlulum 300-dür. Onu 20 selsiyə qədər çökdürdükdə arada 40 qram duz çökür. Buradan da x çıxır, 80 qram duz çökər. C variantı. Keçək növbəti 49 nömrəli sualımıza. Burada da eyni tipdir. Neçə qram duz çökər deyir soyutduqda. Bu zaman hər selsi üçün məhlulun gəlin kütləsini tapaq. 20 selsidə məhlulun kütləsi 32 ilə 100-ü toplayıram, olacaq 132 qram. 50 selsidə temperaturda məhlulun kütləsi olacaqdır. 40 ilə 100-ü toplayıram, 140. Soyutma söhbəti olduğuna görə 50-dən 20-yə gəldikdə elə bunların arasındakı fərq 8 qram mənim duzum çökməlidir. Normaldır, qrafik əsasən budur. Şərti oxuyaq. Deyir, bu maddənin alüminium xloridin verilibdir. Təbii ki, 50 selsi temperaturda tərkibində 40 ml su olan. Aha, deməli 50 selsi üçün mənim şərtdə verilən suyumun kütləsi 50-dir. Duz lazımdır mənə. Mən duzu bilmirəm. Ona görə sual yazıram. Yazıram ki, 50 qrama x duz düşürsə, burada da 50 selsidə 100 qrama qram suya 40 qram su düşür. Buradan x-i tapdıqda nə qədər edər? Onsuz düz asıllıqdır. Məsələn, burada mən suyun 100 olduğunu görürəm. Daha doğrusu mənim suyum 50 deyil, 40-dır. Yaxşı ki, əvvəlcədən gördüm. Buradan deməli, bu iki sıfırlar getsə, duzumun kütləsini tapıram 16 qram. Deməli, yekun məhlulun bəs nə qədərdir? 40 qram su, duz 16 qram. Məhlul olacaqdır 56 qram. İndi 56 qramlıq məhlulu soyutduqda bilmirəm nə qədər duz çökər. X qram. Amma mən 50 selsidəki qrafika əsasən məhlulun kütləsini görürəm ki, 140 qramdır. Bu zaman nə qədər duz çökər? 8 qram. Buradan x-i tapsam 140, 8, vuraq 56. Bunlar 14 ixtisar getsə, burada 4. 4 dəfə 8, 32. Burada 0 qaldığına görə 3 onda 2. Cavab D variantı. Sonra növbəti 50 nömrəli sual var. Bunu isə istəyirəm artıq siz özünüz yazasınız. İkinci part video izahda gələcək. Bunun ardı var. YouTube'dan kanalı izləmədə qalın.